tarixdə yazırlar. Bir vaxt idi, Peyğəmbər Salavatullahın o ağır vaxtları idi, çətin vaxtları idi, yataqda idi. Allahın vəh mələyi Peyğəmbərin görüşünə gəlmişdi. Orada məşhur bir kəlam, hədis keçir. Cənab-ı Cəbrail Peyğəmbər Salavatullaha Allahdan salam deyir. Peyğəmbər Salavatullah buyurur, ya Cəbrail, həl tənzulu iləl ərzi min ba'dik? Məndən sonra yer aləminə gələcəksənmi? Bu 23 ildə gəlişin səbəbkarı mən idim. Allahın kəlamını mənə deyirdin, mən də o kəlamı insanlara çatdırırdım. De görüm, məndən sonra yenə mi yer aləminə gələcəksən? Qalə nəəm, ya Rasulallah. Dedi, bəli, ey Allahın Rəsulü. Ənzulu iləl ərzi min ba'dikə əşrə mərrat. Səndən sonra yer aləminə 10 dəfə gələrəm. Buyurdu, limə ya Cəbrail. Gəlişin səbəbi nə olar, ay Cəbrail? Niyə gələrsən? Buyurdu, ya Rasulallah, ənzulu iləl ərzi min ba'dik ərfəu min vəchil ərz əşrə cəvahir. Yer üzərinə gələrəm, hər gəlişimdə də yer üzərindən bir qiymətli bir şey apararam. Nəticədə 10 dəfə gəldikdə 10 qiymətli yer üzərindən Allahın insanlara bəxş etdiklərini apararam. Əlbət, onunu da deməyə vaxtımız o qədər deyil. İnşallah başqa bir xütbələrin birində Allah ömürdən vəfa qılsa, bu ömür yetsə, onu barəsində də danışarıq, izah edərik. Amma bir neçəsinə toxunacam və o anda Cənab-ı Cəbrailin dediyi bir söz bu hadisədən sonra xanım Zəhra ilə bağlı olduğuna görə toxunacam. Cənab-ı Cəbrail buyurur ki, ya Rasulallah, ənzulu iləl ərz min ba'dik ərfəu ər-rəhmətə min vəchil ərz. Səndən sonra ilk dəfə yer üzərinə gəlişimin səbəbi, yer üzərindən Allahın rəhmətini apararam. İnsanlar o qədər azğınlaşar, o qədər fəsad törədər, yalan, fitnə, fəsad, zinakarlıq, qətl hadisələri, insan ölümləri o qədər artar ki, insanlar o qədər azğınlaşar ki, yer üzərindən mən rəhməti çəkərəm. İkinci gəlişimdə vassani, ikinci gəlişimdə ərfəul bərakətə min vəchil ərz. Yer üzərindən bərəkət apararam. Allah verir, amma insanlar şükür əvəzinə naşükürlük eləyər. Şükür edənlərin sayı azalar, naşükürlər çoxalar. Allah bərəkətin göndərər məni yer üzərindən çəkim. Ömürdə bərəkət qalmaz, ruzidə bərəkət qalmaz, qazancda bərəkət qalmaz. Görürsən, adam qazanır, hələ bir ayda işləməsə var, amma dindirəndə deyir, Allah kəssin bu yaşayışı. Belə də yaşayış olar. Mən yaşamıram, mən sürünürəm. Buna yaşayış, ölsəm bundan yaxşıdır. Ta nələr, nələr, ta gündə siz bunu məndən çox eşidirsiniz. Buyurur, ey Allahın Rəsulü, ikinci dəfə yer aləminə gəlişimin səbəbi yer üzərindən rəhmətdən sonra bərəkəti götürərəm. Qazancda, ömürdə bərəkət qalmaz. Vassalis, üçüncü dəfə, ey Allahın Rəsulü, yer üzərinə nazil olduqda ərfəus səbrə minəl füqara. Yoxsul, kasıb, imkansız insanlardan səbri dözmə apararam. Yəni, səbir hər halda yaxşıdır, amma yoxsul insanda daha yaxşıdır da, sıxıntılarla, o maddi, Allah uzaq eləsin, o maddi sıxıntı ki var, maddi sıxıntı. Bəzən görürsən, insanı küfrə də apara bilər. Şeytan maddi sıxıntı vaxtı inancı daha çox zədələyə bilir. Məsələn, namaz qılırsan, amma sıxıntıdasan. Görürsən, heç başqası namaz qılmır. Görürsən, yaşayışı yaxşıdır. Gedir, gəlir, qulağına pıçıllayır. Abi, sən namaz qılansan, bəs Allaha yaxınsan, niyə çətinlikdir? Hey, insanı belə qulağına məcazi mənada səsləri pıçıltılarla, görürsən, biraz şəkkə düşürsən, cəmaata deməsində, Allah, mən ki günah eləmirəm, namaz qılan, məni niyə belə sıxıntıya salmışsan?
Görsən biraz keçəndən sonra çevrəndəkinə gəlib deyirsən, mən birinin toyuğuna daş atmıram, birinə toxunmuram, heç özüm də bilmirəm, niyə beləyəm. Başlayırsan narahat olmağa. Deyir, zaman gələr yer üzərinə, ya Rasulallah, səndən sonra nazil olaram, yoxsullardan səbr apararam. Dözüm qalmaz, səbr qalmaz. Ya Rasulallah, 4-cü dəfə yer üzərinə nazil olanda ərfəus səxaə min qulubul əqniya, varlılardan, zəngin insanlardan səxavəti apararam. Görərsən imkanı var. Başqa yerlərə pul xərcləyəndə narahat olmaz. Amma Allah yolunda biri ağız açanda görərsən narahat olar. Ya Allah yolunda xərcləyəndə narahat olar. Baxın, yoxsulluq da imtihandır. Zənginlik də imtihandır. Yoxsul vaxtı insan səbri ilə sınaqda imtihandadırsa, zəngin vaxtı Allahın onun üstünə, onun qapısına ünvanladığı insanlara Allah verdiyindən verib verməməklə imtihandadır. İnanın, bu çox mühümdür ha. Allah verər. İnsan qədrin bilməsə, naşükür olsa, Allah istədiyi yerə xərcləməsə, Allah ondan alar. Özdə rüsvayçılıqla alar. Günümüzdə, haliyyədə, bu gündəmimizdə baş verənləri özünüz görürsünüz də. Nə qoca tanıyır, nə cavan tanıyır. Adam canı ilə əlləşir, can üstədə, amma görsən yenə sorğu sualdadır, mühakimədir. Bir sözlə, Allah səbrin özüdür. Ən böyük intiqam alan da odur. Ən böyük intiqam alan da odur. Ona görə bu məsələlər biraz həm düşünməli, həm fikir etməli məsələlərdir.